Bakıda Günel Cəfərova estetik əməliyyatın qurbanı olub. Xalqa müraciət edən Günel Cəfərova bildirir ki, 9-cu mikrorayon Mircəlal küçəsində yerləşən estetik beauty mərkəzində fəaliyyət göstərən, özünü həkim kimi təqdim edən Esmira İbrahimli onu boğazaltı əməliyyatı edib. İyun ayında müraciət etdim. 1200 manat ödəniş edərək Esmira İbrahimli məni boyun gərmə əməliyyatı etdi. Əməliyyatdan sonra mən pis vəziyyətdə qaldım. Dəfələrlə müraciət etsəm də müxtəlif preparatlar, korsetlər, mızların vurulmasını bildirib. Mən də onun bütün yazdığı dərmanları və korsetləri istifadə etmişəm. Lakin bugün də mənim boynumda ağrılar və əməliyyat izləri qalıb deyə şikayətçi bildirir. Bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etmişəm. Bu həkimlə yazışmamdır. Bu saxtakar bir həkimdir. Xarici səhifələrdən götürür, əməliyyatları paylaşır, cəmaatı alladır, aparır, pulunu alır. Sonucu da mənim günümə qoyur insanları. Baxın, sual vermişəm ki, səhifədəki şəkillər siz etmişsiniz, çox mükəmməldir. Yazıb ki, səhifədəki əməliyyatları bəli. Bu saxtakardır, bunun məndə sübutları da var. Qeyd edək ki, Səhiyyə Nazirliyi və hüquq mühafizə orqanları bu kimi halların baş verməməsi üçün ciddi profilaktik tədbirlər keçirir. Özünü həkim kimi təqdim edən şəxslərlə bağlı tədbirlər görülür. Heç bir ali tibbi təhsili, həkim sertifikatı və lisenziyası olmayan Esmira İbrahimli necə əməliyyatlar edir deyə şikayətçi bildirir. Necə qorumadıqda, baxın, deyirsiz, video nöqtəməsi. Nətər qoruma? Mən bütün yayı korsetdə olmuşam. Mən bütün yayı bandajda olmuşam. Bu siz deyirsiniz. Yox. Mən bütün yayı korsetdə olmuşam. Bütün yayı bandajda olmuşam. Mən robot deyirəm ki, insanım da mən qadınam, yeməyi də pişirəm. Korset məsəl adi başqa sizin videonuzu tapan qədər gəlin belə bir şey göstərim sizə. Adi əməliyyat eləyirəm, üzgərmə əməliyyatındadır. Görün hara qədər mən müdaxilə edirəm. Bunu hər həkim görün eləyirmi? Gedin istənilən klinikada adi boğaz əməliyyatıdır bu. Bu gicgah nahiyəsində görürsünüz, opşi qapağı açıram. Boğazlara getdi. Boğaz nahiyəsini əvvəlcə dərini kəsib sıraz tikmirəm ha. Dərini hansı nahiyəyə qədər açıramsa ona qədər göstərim. Sizin də əməliyyatınızın onun videosunu axtarmağa çalışıram. İndi sistemdə var onsuz. Bunları hara qədər açıram, necə? Bax, bu əzələnin qaldırma videosu. Əzələni necə tikirəmsə boğaz nahiyəsini. Bu pasiyentin öz videosunu da taparam. Sapıq izi bugünkü gündə necədir, hansı dərəcədədir. Və yaxud da ki, üz nahiyəsini tək dərini kəsib tikmirəm. Məsələ ilə bağlı əməkdaşımız özünü həkim kimi təqdim edən Esmira İbrahimli ilə əlaqə saxladı. Esmira İbrahimli suallara cavab verməkdən imtina edərək lazımi orqanlara açıqlama veriləcək deyə dəstək asdı. Səhiyyə Nazirliyinin analitik ekspertizya mərkəzinə sorğu verilib. Bu məsələnin araşdırılması və qanunsuz estetik əməliyyatların edilməsi ilə bağlı hüquq mühafizə orqanlarının səlahiyyətindədir. Qeyd edək ki, məsələ ilə bağlı polis artıq araşdırma aparır.